Ne? Kurban, Var var. kurban gelirim. Bilirem gelersin. Bile bile yansın. Bile bile canımsan. Ben giderim Allah'a, onun kılı çok olsun. Ben giderim Allah'a, onun kılı çok olsun. Onun kılı çok olsun. Sevdiğim yar. Bəzən elə sənətkarlar olur ki, səhnədə alqışlarla qarşılanır, amma ömürlərinin sonu səssizlik və tənhalıq içində keçir. Kəsmə şikəstənin əfsanəvi ifaçısı, Arşın Malalan filminin telli obrazını canlandıran Fatma Mehrəliyevanın həyatı da məhz belə talelərdən biridir. Hazırsınızsa, gəlin bu unudulmaz sənətkarın həm şöhrətlə, həm də faciələrlə dolu həyatına birlikdə nəzər salaq. Kəsmə şikəstənin ən mahir ifaçılarından biri, ömrünün son illərini faciəli və tənha keçirən, Arşın Malalan filminin telli obrazı ilə yadda qalan Fatma Mehrəliyevanın həyatı həm şöhrət, həm də böyük acılarla dolu olub. Fatma Mehrəliyeva 1926-cı ildə Qubada anadan olub. Hələ kiçik yaşlarından qeyri-adi səsi ilə ətrafındakıların diqqətini cəlb edirdi. Cəmi 13 yaşı olanda böyük sənətkar Bülbül onun istedadını görərək festivalda çıxış etməsi üçün Qubadan Bakıya gətirir. Gənc Fatma burada Qubanın ağ alması mahnısını ifa edir. Onun səsi Üzeyir Hacıbəyovun diqqətini çəkir və məhz bu görüş gələcək taleyini tamamilə dəyişir. Üzeyir bəy Fatmanın təhsil almasına kömək edir. Onun musiqi sənətində yetişməsi üçün əlindən gələni əsirgəmir. Cəmi 14 yaşında Fatma Mehrəliyeva Filarmoniyanın nəzdində fəaliyyət göstərən Sazçı Qızlar ansamblına qəbul olunur. Qısa müddətdə böyük konsert salonlarında çıxış etməyə başlayır və tamaşaçıların sevgisini qazanır. İkinci Dünya Müharibəsi illərində o dəfələrlə cəbhə bölgələrinə gedərək əskərlər qarşısında konsertlər verir, onlara mənəvi dəstək olur. Elə həmin illərdən etibarən xalq mahnılarının, təsniflərin və muğamların mahir ifaçısı kimi tanınmağa başlayır. Onun repertuarında ən çox sevilən əsər isə Kəsmə şikəstə idi. Fatma Mehrəliyeva bu muğamı elə ustalıqla oxuyurdu ki, zamanla insanlar onu Fatma şikəstəsi adlandırmağa başladılar. 1945-ci ildə cəmi 19 yaşında olarkən Arşın Malalan filmində telli obrazını canlandırır. Bu rol onun sənət yolunda yeni bir uğura çevrilir və onu daha da məşhurlaşdırır. 1960-cı ildə isə sənətdəki xidmətlərinə görə əməkdar artist fəxri adına layiq görülür. Şəxsi həyatı isə səhnədə qazandığı uğurlar qədər uğurlu olmur. Fatma Mehrəliyeva 20 yaşında özündən 20 yaş böyük qarmon ustası Təyyub Dəmirovla ailə qurur. Bu evlilikdən Qalib adlı oğlu dünyaya gəlir. Lakin bir müddət sonra ailə dağılır. Fatmanın tez-tez xarici ölkələrə və müxtəlif şəhərlərə kastrol səfərlərinə getməsi səbəbindən oğluna əsasən nənəsi baxır. İllər sonra onun həyatına Ələddin adlı bir gənc daxil olur. Aralarında böyük sevgi yaranır. Lakin Ələddinin ailəsi bu münasibətə qəti şəkildə qarşı çıxır. Səbəb isə Fatmanın ondan yaşca böyük olması və bir övladının olması idi. Buna baxmayaraq Ələddin sevgisindən geri çəkilmir. Hətta təhsilini yarımçıq qoyaraq Fatmaya daha yaxın olmaq üçün Filarmoniyada işə düzəlir. Onlar ailə qururlar və bu evlilikdən Zəhrəmşah adlı oğulları dünyaya gəlir. Fatma böyük oğlu Qalibi də Qubadan Bakıya gətirərək ailəsi ilə birlikdə yaşamağa başlayır. Hər şey nəhayət yoluna düşmüş kimi görünürdü. Lakin bu xoşbəxtlik cəmi 5 il davam edir. Ələddin cəmi 33 yaşında qəfil vəfat edir. Fatma Mehrəliyevanın böyük oğlu Qalib Mehrəliyev həmin günü belə xatırlayır. Filarmoniya evimizə yaxın idi. Ona görə də tez-tez xanəndələr və musiqiçilər bizə qonaq gəlirdilər. Bir gün qonaqlar gedəndən sonra Ələddinin halı qəfil pisləşdi. Sonradan məlum oldu ki, yeməkdən zəhərlənib. Məncə bunu anamı gözü götürməyən insanlar etmişdilər. Bu faciə Fatma Mehrəliyevanın həyatını tamamilə alt-üst edir. Həyat yoldaşının ölümündən sonra o özünə qapanır.
ağır psixoloji sarsıntı keçirir və bir müddət ruhi əsəb dispanserində müalicə alır. Onu incidən təkcə həyat yoldaşının itkisi olmur. Uzun illər birlikdə çalışdığı sənət dostlarının laqeyd münasibəti də Fatmanı dərindən sarsıdır. Bir dəfə jurnalistlər onun evinə çəkiliş üçün gələndə qapını üzlərinə çırparaq belə deyir: "Bu vaxta qədər məni yada salmayıblarsa, bundan sonra da ehtiyacım yoxdur." Bir müddət ona oğulları qayğı göstərirlər. Lakin onlar ailə qurduqdan sonra Fatma Mehrəliyeva tək yaşamağa başlayır. Ömrünün son illərini demək olar ki, tam tənhalıq içində keçirir. Müğənni sonuncu dəfə 1987-ci ildə qohumlarından birinin toyunda oxuyur. Bundan sonra isə yenidən özünü evə qapayır və insanların arasına çıxmır. Xalq artisti Vasif Babayev onun son illərini belə xatırlayır. Fatma xanım həm təklikdən, həm də maddi problemlərdən çox əziyyət çəkirdi. Çox ağır vəziyyətə düşmüşdü. Küçəyə çıxmağa belə utanırdı. Amma evində oxumağa başlayanda bütün içəri şəhər susur, onun səsinə qulaq asırdı. Fatma Mehrəliyeva 2000-ci ildə 73 yaşında dünyasını dəyişdi. Azərbaycan muğam sənətinə silinməz iz qoyan böyük sənətkar ömrünün sonunu tənhalıq və unudulmuşluq içində yaşadı. Təəssüf ki, faciələr bununla da bitmədi. Onun böyük oğlu Qalib Mehrəliyev də sonrakı illərdə ailəsi tərəfindən tərk edildi və uzun müddət kimsəsiz, ağır və acınacaqlı şəraitdə yaşadığı barədə məlumatlar yayıldı. Beləcə, Azərbaycan musiqisinin unudulmaz səsi olan Fatma Mehrəliyevanın ailəsinin taleyi də sənətkarın öz həyatı kimi kədərli sonluqla yadda qaldı. Fatma Mehrəliyevanın həyat yolu bir daha göstərir ki, şöhrət hər zaman xoşbəxtlik demək deyil. O, Azərbaycan musiqi sənətində silinməz iz qoydu, amma ömrünün son illərini tənhalıq və çətinlik içində keçirdi. Onun sənəti isə bugün də yaşayır və gələcək nəsillər tərəfindən yaşadılmağa davam edəcək. Videonu bəyəndinizsə bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və belə maraqlı videoları qaçırmamaq üçün Pərdə Arxası media kanalına abunə olmağı unutmayın. Dəstəyiniz bizim üçün çox önəmlidir. Növbəti videolarda yenidən görüşənədək sağ olun. Pulum var, Nene? pulum var, Var. pulum var gelirim. Bilirəm gələrsən, Bile bile yansın, bilə-bilə canımsan.